İndiki dövrdə smartfonlar onsuz da çox sürətlidir. Yəni ki, elə bir tətbiq yoxdur ki, smartfonun prosesorunu maksimum imkanlarından istifadə etsin. Sadə dildə desək, smartfonlar prosesorlarına görə çox sürətlidir. Amma buna baxmayaraq texnologiya yerində dayanmır və inkişaf edir. Buna görə də smartfonlar daha sürətli olacaq. Yeni yaddaş formatı UFS 5.0 təqdim edildi. O, əvvəlki nəsildən 2 dəfə sürətlidir və kütləvi tətbiq olunmaq üçün hazırdır. CDEC konsorsiumu növbəti nəsil flash yaddaş standartı olan UFS 5.0-ı təsdiqləyib. Tezliklə smartfonlarda, notebooklarda və süni intellektlə işləyən devicelarda görünəcək. Yeni format UFS 4.x-i dəstəkləyən devicelarda geri uyğunlamaları qorumaqla yüksək məlumat ötürmə sürətini və enerji effektivliyi üçün nəzərdə tutulub. UFS 5.0 UFS 4.1-in ötürmə qabiliyyətini təxminən 2 dəfə artırır. 5.8 gigabit saniyədən 10.8 gigabit saniyəyə qədər. Bu xüsusilə kənar hesablama ssenarilərində tətbiqlərin işə salınmasını, sistemin işə salınmasını və süni intellektin emalını sürətləndirəcək. Sürətdən əlavə, standart siqnalın sabitliyini artırmaq üçün təkmilləşdirilmiş kanal strukturu və elektromaqnit müdaxiləsini azaltmaq üçün xüsusi güc şinasını tətbiq edir. UFS 5.0 həmçinin istifadəçi məlumatlarını qorumaq üçün daxili hashing sisteminə malikdir. CDEC konsorsiumu hələ kommersiya tətbiqi üçün vaxt cədvəlini açıqlamayıb, lakin yeni standartları dəstəkləyən ilk cihazların 2026-cı ilə qədər buraxılışı gözlənilir.